Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Böyük Moğol dövləti. Biraz öncə siz baxmısınızsa Dehli Sultanlığını izah etmişdim və Dehli Sultanlığının son deməli abzasında belə bir deməli döyüş haqqında məlumat var. Panipat döyüşü. Panipat döyüşü. 1526-cı ildə Panipat döyüşü Kabul hakimi Zahirəddin Babur ilə sonuncu Dehli hökmdarı İbrahim Ludi arasında baş verib. Zahirəddin Babur bu döyüşdə qalib gəlib və Dehli Sultanlığını süquta uğradır. Yerində yaranır Böyük Moğol dövləti. Neçənci ildə? 1526-cı ildə. Rəhbəri kim olur? Şahı kim olur? Zahirəddin Babur. Deməli, Zahirəddin Babur dövləti yaratdıqdan sonra 1526-1530-cu illərdə hakimiyyətdə olduğu dönəmdə Şimali Hindistanın əsas hissəsini tabe edir. Biz demişdik ki, Dehli Sultanlığının süqutuna yaxın cənubda artıq müstəqil Hind dövlətləri yaranmışdı. Ona görə burada hələlik mövzu şimalın üzərinə yönəlir. Şimali Hindistanı tabe edir Babur. Paytaxtı Agradır. Deməli, Böyük Moğol dövlətinin bəzi Hind hakimlərini, yəni racələrini məğlub eləyir. Sonra mərkəzləşdirilmiş feodal monarxiya dövləti qurulur. Yəni, Böyük Moğol dövləti sual verilsə ki, mərkəzləşdirilmiş dövlət idi. Bəli, mərkəzləşdirilmiş dövlət idi. Deməli, Baburun Baburnaməsini Yuli Sezarın xatirələrindən daha ciddi görən deməli tarixçilər var. Bu haqda mənbə məlumatım verilib, sizin diqqətinizə çatdırdım. Daha sonra gəlir hakimiyyətə Əkbər Şah. 1556-1605-ci illərdə hakimiyyətdə olub. Əkbər Şahın dövrü Böyük Moğol dövlətində, imperiyasında qızıl dövr kimi, qızıl əsr kimi tanınır. Ən güclü, ən qüdrətli dövrüdür. Qızıl əsrdir. Deməli, dini dözümlülüyün artırılmasında xüsusi xidmətləri var Əkbər Şahın. Yəni, bütün dinlərə qarşı biraz loyal münasibət və sabitliyi qorumaq məqsədi ilə dini dözümlüyün artırılmasına diqqət yetirir. Hindlilərlə müsəlmanlar arasında hüquq bərabərliyini təmin edir. Vahid qanunlar verir, vahid çəki ölçü sistemləri yaradır. Vergi sisteminə əlaqədar islahatlar keçirir və nizamlanmış vergi qaydasına görə 1/3 vergi təyin olunur. Məhsulun 1/3 vergi təyin olunur. Mərkəzi vilayətlərdə pul vergisi tətbiq edilir bu vergi islahatına görə. Əgər mərkəzə yaxın ərazilərdə sənətkarlıq, sonra kənd təsərrüfatı, maldarlıq, bu kimi bütün sahələrdən vergini pulla almağa üstünlük verir Əkbər Şah. Bu da ticari münasibətlərin, ticarətin inkişafını sürətləndirir. Məqsəd də zaten bu idi. Vergi yığımı işini cagirdarlara tapşırır. O vaxtı şahın etibarlı adamları hesab olunurdu. Cagirdar bəs nə iş görür? Cagirdara böyük əraziləri verilib, onlar oradan vergini toplayır. Bu verginin bir hissəsi ötürülür xəzinəyə, bir hissəsi ilə muzlu qoşun saxlanılır, döyüş filləri saxlanılır. Deməli, Əkbər Şah ümumilikdə daxili sabitliyi təmin etdi. Bundan sonra keçdi aktiv xarici siyasətə. Hansı ərazilər tutuldu? Gujarat, Benqaliya, Kəşmir. Bu əraziləri tutub birləşdirdi dövlətinə. Hansı ərazilər tabe edildi? Şimali Hindistan tabe edildi. Mərkəzi Hindistan tabe edildi. Əfqanistanın da bir hissəsi tabe edildi. Hansı dövlətlərlə müsbət, yəni dostluq əlaqələri quruldu, diplomatik əlaqələr quruldu? Deməli, Osmanlı İmperatorluğu ilə, Səfəvi dövləti ilə, Özbək dövləti ilə və Portuqaliya ilə. Hətta Avropaya gedir, çıxır, görürsünüz, Portuqaliya ilə də münasibətlər qurulur. 1575-ci ildə Əkbər Şah
ibadətxana yaradır. Məqsəd nə idi? İbadətxanada toplanmış müsəlman ruhanilərin birgə qərarı ilə, yəni hər halda o qərara onları məcbur eləyib, bir bəyannamə qəbul olunsun və olunur da, həmin bəyannamə ilə dini və dünyavi hakimiyyəti Əkbər Şah öz əlində cəmləşdirmək istəyirdi. Özünü müctəhid elan etmişdi. Dəyərli yoldaşlar, davam edirik. Əkbər Şahın varisləri zamanında nələr baş verdi? Əkbər Şahdan sonra gələn, yəni birbaşa onu izləyən varisləri dövründə ərazi genişləndi. Hakimiyyət artıq Mərkəzi Hindistanla kifayətlənmədi. Yəni tək şimali mərkəzlə yox, bütün Hindistana hakimiyyət yayıldı. Kimin dövründə, kimlərin dövründə? Əkbər Şahın varisləri dövründə. Sual formasında düşə bilər testdə. Sonralar, yəni daha sonralar nələr baş verir? Artıq müstəqil hakimlər meydana gəlir. Harda? Xüsusən Cənubi Hindistanda daha çox. Bunun səbəbi nə idi? Niyə müstəqil hakimlər, belə sərbəst hakimlər yaranırdı? Onun iki səbəbi var idi. Birincisi, cagirdarların irsi torpaq sahibinə çevrilməsi. Axı cagirdarların əlində torpaqlar şərti idi. Bu uzun müddət davam etdikcə və bu proses irsi olaraq atadan oğula ötürüldükcə həmin torpaqlar getdikcə şəxsi mülkiyyətə çevrilirdi və özünü orada mütləq hakim kimi tanımağa başlayırdı. İkinci əsas səbəbi isə mərkəzi hakimiyyətin zəifləməsi oldu və bunların nəticəsində müstəqil hakimlər meydana gəldi. Ümumiyyətlə 18-ci əsrdə Böyük Moğol dövləti dağılmağa başladı. 18-ci əsr Böyük Moğol dövləti. Belə bir sual olunsa, deməli dağılma dövrünün başlanmasıdır. Torpaq mülkiyyəti formaları. Torpaq mülkiyyəti formaları Böyük Moğol dövlətində. Dövlət torpağı, digər adı ilə xalisə torpaqları. Bütün işğal olunmuş torpaqlar hamısı dövlət torpaqları elan olunurdu. 2. Cagirlər, cagir torpaq mülkiyyəti forması şərti idi, amma sonralar bu cagirdarlar bilirsiniz irsiyə çevriləcək. Xalisədən, yəni dövlət torpağından verilirdi bu cagir torpağı cagirdara. Əsasən bu cagirdarlar, yəni bunun sahibləri müsəlmanlardan təyin olunurdu. Və üçüncüsü, zəmindarlıq. Zəmindarlıq isə deməli Hind hakimlərin torpaqları idi. Hindilərin şəxsi torpaqları idi. Yəni bir növ Hindi racənin, Hindi hakimin şəxsi torpağı zəmindarlıq adlanırdı. Soyurqal torpağı. Soyurqal torpağının digər adı mülk idi. Mülk. Soyurqal torpağı Sufi şeyxlərinin, müsəlman ruhanilərinin torpaqları idi. Sufi şeyxlərinin, müsəlman ruhanilərinin torpaqları idi. Və fərqi nə idi? Vergilərdən azad olan torpaqlar idi. Dəyərli yoldaşlar, Böyük Moğol dövləti haqqında dərslikdəki məlumatlar bu qədər. İzləmədə qalın, davam edirik.